بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و آله الطیبین الطاهرین المعصومین و لا سیما بقیة الله فی الأراضین و اللعن الدائم علی اعدائهم اجمعین الی یوم الدین. اما بعد فقد قال الله الحکیم فی کتابه اعوذ بالله من الشیطان الرجیم و من آیاته ان خلق لكم من انفسكم ازواجا لتسكنوا الیها و جعل بینکم مودة و رحمة ان فی ذلک لآیات لقوم یتفکرون. قطب عالم امکان ناموس ده بقیت الله العظم روحی و ارواح العالمین لتراب مقدمه الفدا و حضرت سلامت و ظهورون تعذیر نبی متوسهانه عاشقانه عارفانه بی اوزار صلواتی ختم الله الله الله. خب بحثimiz که آخرین جلسه ده bu جلسه در رابطه با bu ayın بحثları که اصولی که تامین edir xanavadəni و امنیت yaradır و تبدیل edir xanavadəni xanavadə متعادل بلکه متکامل و کریمانه و اسلامی و معنوی ملکوتی نورانی. او بیلین بحثلeridir که فوق‌العاده mühimdir و biz hatta وظایف زن شوهر غیر از bu بحثlerdir. Usulu biz intikab eləmişik. O məharətləri ki zirbinadır, əsasdır, payədir. Onlar əgər olmasa, o birisilər olmaz. Yəni, bu əsas şey olar. Məsələn, həmin əvvəlin əsli ki, hədəfdir, izdivac, bir hədəf tutsa, o qatışdırır, əvvəldən qatışdırır izdivacdan. Bu usula çox əhəmiyyət verirlər. Hala biz, geçən dərsə neçə əsrdə yetişdik? 8 dənə əsr dedik. Hala bu cəlsədəki axırın cəlsədə əlamət vurmuşam ki, usul çoxdur. Ərz elədim 20 dənədir. Vəli o mühümlərin xidmətinizə o hətta ki, bu axırın cəlsədə vaxt vardı, əlamət vurmuşam o mühümlərini. Elə bunların 10 dənəsinə də əgər əməl olunsa, hətta bir istilah yarısına yəqinən təzmin qılındadır. 3-4-ünə də əməl eləməklə təzmin qılındadır. Muntaha insan gəf bunlar bildirir ki, cüz'idir, karburdidir və insan gəf bunlara əməl eləyər. 8 əsli deyildi, biri birindən mühümmidir. Amma 9-cu əsli. 9-cu əsli ibarətdir, əsli səbr və təhəmmül və əff və güzəşt və bir ibarəti digər əsl təğafül də bunun lazıməsidir. Əsl təğafül. Görürsünüz, bu öz təxliqində eləyə bilər, evi bime eləyər. Əsl səbr o, təhəmmül o, islah, əff o, iğmaz o, güzəşt və əsl təğafül. Mən qəbl az hala səbr təhəmmül bu təğafülü bir zərrə neçə dəqiqə bunları ərz elədim ki, bir qədər zərurət elə toğdi versəm, o hətta kifayət elə biləm hamını bilənləmlədir. Təğafül, məsələri biz deyərək tələbələr babı təfauldur. Yəni, insan bir dənə izhar eləyir o məsələri feyli ki, o vacid o məsələr deyil. Məsələn, təcahül, izhar eləyir, mən cahiləm, در حالی ki, elmin gizlədir. Alimdir. Mütəha özün vurur o cəhlə. O məsələr ki, cəhlidir, ona izhar cəhlili, در حالی ki, vacidir, cəhli də alimdir. Özü vuru bilməzliğə. Bu təğafül budur daha. Təğafül hər yanda lazımdır. Amma evdə ləf bətər lazımdır. Təğafül yəni insan özün bir silah ləb qəflətə vuraq. Amma qəflətdə əlhaq qəşəh bilir hənnəmlərini. Bəli, qəflətdə özün vuraq. Ləb türk farisi biz deyərək bizə bilməsə kim bir şey deyərlər, Əli-Səf küçəsinə vura özün. Bir də başarmamış bir dənə ərəblə danışır ki, özün qaş Əli-Səf küçəsinə vurmacından deyir, la təzzub zatəkə əla zuqaqa əli yəsar. Yəni özün Əli-Səf küçəsinə vurmacından. Baba budur ərəbi yoxumuzdur ki bizim.
Çox gülməli daha. Yəni təğaful odur ki, besila özün qəflətə vurur, yəni bilməməzliğə vurur. Bu hər yanda lazımdır ha. Kullu ömrü insanda. Bir zaman güzəştlərdə bu arada müfəssəl söhbət olunubdur. Mən 3 dənə rivayətini oxuram ki, bir evdə gəlib bu piyadə olur. Yəni əgər vaqəən evdə təğaful olmasa, dünən ərz elədim, qızla oğlanı izdivac eləyəndən sonra hətta evlərində odu billənməz. Tamam eyblər çıxır eşiyə. Rəftarda, kirdarda, qoftarda, hərəkatda, səkanatda. Əgər insan bir-birinin zərrəbinə qoyurlar, eyblərin şumarış eləyələr, zindəganlıq cəhənnəm olar. O zindəganlıq eləmək olmaz ki. Əsli təğafül gərək hakim ola evə. Düzgü şeylərdə ha, düzgü şeylərdə. Günah müqabilində demirik ha. Günah müqabilində ev ola, eşi ola, xanım ola. Baba yekə, dədə-nənədən ki yuxarı Allah'a çıxandan sonra görsə Quranda getdiyə də dədə-nənənin haqqı hərləmədən qabaqdır. Sərahətən la tuti'hima. Şirkə xilafa səni dəvət elədilər, dədə-nənənin gəl sözünə baxmıyorsan ha. Təvəssü elədi, dədə-nənənin gəl sözünə baxmıyorsan. La tuti'hima, itaat eləməcənə. Təvəssü buyurdunuz, xilaf yox, günah orada yox. Evdə xanım günah eləyə, yazadib əslidir da. Elə gözün yum, inşallah həmli və səhər, ya təqaful. Olmaz. Ya xanım da ağa xilaf edir. Olmaz. Ama mesaili cüz'i ki, giribancili tamamı evlerde 24 saat orada insan dedi gözün yumar. Yani gaflete özün vurar. Aslında rivayet azib qaribdir. Ali aleyhissalatü vesselam deyir, aqil nisfuhu ihtimalın ve nisfuhu təqaful. Aslında aqil adamın zindeganlığın yarısı istəyə zindeganlıqda ləzzət tapara bu ömrüdə. Ha, biz 2 dəfə dünyaya gəlməyəcək. Bu gərək yarısı təhammül eləyə, müşkilatı, məsaibi, ibadətdə təhammül eləyə, günah müqabilində özün iradəsi qəbul ol. Bu yarısıdır. Yarısı da təqafuldur. Baba, məxsən məzhəbi xanıvadələr, məzhəbi qızlar, məzhəbi oğlanlar, sizi deyirəm. Bu zamanda, axirə zamanda hər yanda getdin Avropaya, Amerikaya, o tərəfə. Bizim peyğəmbərlərə sahir deyirdilər, məznun deyirdilər, məskərə eləyidilər, atmaca atıdırlar. Bizə bir dənə dəli desən daveləri, peyğəmbərlərə Quran doludur, məznun deyirdilər. Bir bələn peyğəmbərlərdən yuxarı məqam yoxudur, amma əslən içəridən narahat olmurdun eşiyə verə, ha? Eşiyə verməyə, odur dəldir. Ayədə dedim, qızıl suyla yazmalıdır. Və la taku fi zeygin, bilinə və la takun fi zeygin min mayəm kurun. Ey peyğəmbər, o ki səni məkr edirlər, hiylə edirlər, atmaca atırlar, məskər edirlər, hər yandan içəridən əslən munqəbiz olma. Bəsa içəriyə salar, eşiyə atmaz. Baba, tərəf nə fəhmidir? Tərəf nə fəhmidir? Heyvandan aşağıdır. Ulakə kəl ənam bəlhum əzəl. Sən ki məzhəbisən, neysən? Qoy tərəf içəriyə satsın. Onun əsli cavabı sukutdur. Bədtərin cavabı dəndən şikən. Bu nabəhəncər qeyri məzhəbləri ki, məzhəbləri atırlar evdə, eşikdə. Cavab-ı əbləhan xamuşis və izə xatəbəhəmul zahirunə qalu. Və izə mərru billəği mərru kirama. Bu təqafül eləyəsən. Baba sayma. Təqafül özün vurur. Bax, arisində buydu üçün bizim bəhsimiz kəramətə razıdır. Rivayətlər nedir? Biri-birindən azdır. Bu əşrəf-ı əxlaqül kərim. Evdə istəyəsən kərim xanım, kərimə xanım və kərim kişi olasan, hər yanda məxsusən evdə kəsrət-ü təqafülihi əmmə yələm. Kəsrət, təqafül özü yəni özün vurursan bilməzliğə. Şütür deydi, nə deydi? Məxsusən kəsrət kəlməsi var. Ya çox özün vurursan bilməzliğə. Mən hərdən bu danışqaha da yenilər cavandan soruşarlar birdən bəzi məraci, buzurqanı ki, bunlar niyə hər məsələdə dəxalət eləmirlər, cəncəlhay siyasi, məsali siyasi, siyasəthay. Bunlara barıha demişəm, baba, siz bu bizim böyükləri tanımısınız, cavan qardaşım. Bizim bu böyüklər ki, görsən, üləma-i rəbbani, məraci, buzurq, bunlar yerin altında bilir, yerin üstünlə bilir. Dünyada bunlardan çox bilmişi yoxdur.
Siyasəti Machiavelli bunların yanında heç satdı. Muntaha özlərini vururlar, baba, əbədiyyətə bu vazitədir. Siyasəti Machiavelli nə mənadır? Onu zirəhlət bilirlər. Bu siyasət mədarlar, roşan fikirlər. Çox danışdınız, qardaşlarımıza deyərəm. Deyərəm, baba, inanmayın. Siz xiyal eləməm, məsələn, bir dənə, məsələn, ad aparam, Ayətullah Bəhzət, Allah cəmi məraci ilə belə, məqam əzzəm rəhbəri ilə belə hifz eləsin. Ayətullah Bəhzət, siz deyir ki, oturub orada, mənim başıma əmmaməni qoyanda, o çoxdan sözünü, 20 neçə il bundan baxdı, o zaman mənim başıma əmmamə qoyanda, o gördüm, dünya oğuzun eləbsən içindədir, başlamış Lübnanın və Salim Filistini mənə təhlil edirdi, evində ikimiz idim. Baba, siz xiyal edirsiniz, bu mühüm məsələdir, bu istəyəm deyən bir əza. Bunlar, baba, təqafıla vurublar özləri. Dünya geçib gedəcəkdir. Bu təqafılla zindeganlıq ellər və ləzzəti də olaraq. Ləzzət mənəvidir. Amma yələm, ayrı hədisdə buyurdu, mən la yətəqafələn kəsirə minəl umur, tənəqqəsət məişətu. Ey evlərdə xanım, ağa, əgər siz özünüzü təqafülə vurmasaz, əff o, iğmaz o, güzəştiyiz olmasa bir-birindən, zindeganlıq biləzə zəhər olacaq, ha. Tənəqqəsət yanımdır. Elə sən elə hər hərəkət edir xanım, eybi tut. Bir işlər qaynanalara deyirəm. Həm xanımın nənəsinə deyirəm, nisbət damada qaynanadır. Həm ağanın nənəsinə deyirəm ki, nisbət xanıma nəm nədir? Və tamamı famili xanım və ağa. Baba, gəlini, oğlanı zərrəbinə qoyursan, hər nəmnəsini iləd eləyəsən, keyfi qala çayın utayında. Olmaz qardaş. Bax, necə rivayət qəşəf, bu kərimanə dəyilir. Bu tənəqqəsət, acı olar bunun zindeganlığı. Bunlar bu tələ ilə yazmalıdır. Heç rəvan qabıdan işləyə bunlar deyir. Əslən tənəqqəsət məişətuhu. Zindeganlığı acı olar. Bəli. Zalib buradadır ki, bu hətta kifayətlər təqavül. Bəs evdə bu əsli müraat olacaqdır. Məxsən xanımı ağa nisbət bir-birinə, məsələn, ya yoldaşdır, bizim ustadımız deyir, birdən yoldaşdır, həm hüzzədir, danışdı ilə, tələbə ilə, ya bir nəfər birdən, birdən küçük bir şey. Əslən rivayətlər, kərim adam biri dörsəm, bir su töküldü bir dənə yerə, qabsındı, qaşıqsındı, budur düzgün şeylər evdə olur. Baba, ruh gərək o qədən kərim ola, dedi, va kəriman karıha duşvar نیست. Gərək bu əslən əhəmmiyyət verməyə. Kərini eləbsən görməyibdir, 5 dənə qab sınsın, məsələn, nəmin olar? Dünya və dağlar, göy yerə gələ, baba, bən nə yoxlar? Bizə yekə şeylər də deyiblər, bizə ustadımı deyir, desələr tufağını da alıb, denən olar. Yəni olar, Allah rəhmət eləsin hamısını. Ruh o qədən deyib böyük olar. Harada qədər küçük şeylər gəldin, sənə əhəmiyyət verir. Baba, mən sizə deyirəm, Asif Şinasların tərəfindən, özümü də bir onvan Asif Şinas qəbul eləməsin, hələ onda işim yoxdur. Əksər evlərdə bu cüz'i şeyləri böldürlər, samanı, dağ elirlər, ev muxtəll olur. Ya xanımın adamı, ya ağanın adamı, ya elə zəni şohar bu həm evlər öz əlləri ilə yıxırlar. Kiçik bir şeylərdir ha. Mən baraha 30 il dişim budur. Rəvanqavlıq eləyəndə görəm, baba, özləri də qəbul edirlər. Görəm, belə 3-4 dənə cüz'i şeylər üstündə böldüblər, 2 dənə xanı, bir dənə xanıvadə mütəzəlzil oldu çəhdi tələqa. Bunlar əvvələ gedəsən, qardaş, budur eləmə. Hala məxsusən səbr-i təhəmmül, hala varid olan rivayətlərin, əff bu güzəşdir, səbr-i təhəmmül ki, hər gəndə xoşlamaq evlərdə. Ədəm, mən burada istəyirəm, yadımdan çıxıb, yəni bu müddətdəki bir ay danışıq televizyondan da pəxş olur. Bu səbr-i təhəmmülü bir işlər vaqəən xanıvadıhay şəhəda, Allah şəhidlərimizə, İmam ümmətə rəhmət eləsin. Məxsusən xanıvadıhay şəhədaya səbr-i cəmri inayət eləsin. Məxsusən vəzifədir bunu deyən biləzə. Dua eləyək, yəni, və istilah bu canmazların, xəbəriz və nəqqədən Azərbaycanda amarı can var. Mən vardı cibimdə, istəmirəm vaxt tutam üçün, saniyələrin, istəyirəmsə deyim. Urumiyənin özündə nəqqədən canmazlar. 16 il uzanıb sübhdən axşama 24 saat dərd çəkir, ha. 10 il, 16 il, 17 il, 18 il, 20 il dərd çəkir. Bunun tamam işlərini xanıma əncam verir.
Birini 7 əslən 16 il idi, fəqət dağın üstü uzanmışdı. Bildiklər Allah rəhmət eləsin, fot elədi. 16 il dağın üstə. Bunun xanımı səbr edir. Bu səbri bilsin ki, nə qədər indi rivayətini oxuyacağım. Burada yəni yeri vardı ki, təşəkkür eləyək canbazların xanivadələrindən, xanımlarından, uşaqlarından, əhliyarından ki, təhəmmül edirlər, bizə də vəzifədir, bunlara baş vuraq, hallarını soruşaq və bunlara dua eləyək. Xudaya, bunlara, xanivadələrinə səbr və özlərinə şifayı adil inayət eləcənə. Bunların şəfa tapmağı üçün də bir âli sələvat xətm eləyək. Baxın, əf və güzəş, səbri, təhəmmül evdə bu əslidir, üçün mühümmidir, tozih verirəm ha. İki yerdədir. İki yerdədir. Biri o yerdədir ki, xanımla ağa 50% ta 90% kimin təvafuq olan. Deyirlər, əgər 50%-dən 51-dən getdi 90-ə, əgər təvafuq içində vardı, bu xanıvada normaldır. Bu taadildir, xoşallahına da. Nə qədər dərəcət yuxarı olsa, təvafuq bir işlərdir. İxtilafat hətta qallı 10%'dir, vaqəən xoşallahına. Burada, bəli, burada gəyə təğaful ola, burada gəyə səbr ola, xırım-xırda şeylər gəyə əff verirlər, quzaş verirlər, bir-birinin eybilərin gərək nüqat-ı zəfini təhəmmül eləyərlər, odur ki, dedik, bəlkə təqviyyət eləyərlər, nüqat-ı müsbəti zəfi daradan aparırlar. Bu, əvvəlimisidir. İkincisi odur ki, nə? Diqqət eləyən, 50%'dən aşağıdır təvafuq. 50%'dən aşağıdır təvafuq. Bu əsli mühüm bəhsidir, bu ahir dərəsində tozif edirəm. 50%'dən aşağıdır təvafuq. Əksərən xanımdan ağa ixtilafdadır. Bu özü 3 cürədir. Yadınızda saxlayın. Bəran ki, bir işlər hafizəni 40 dənə sələvatın xeyri var, bir də bu ki, hafizəni qəvi edir. Uzalı bir sələvat xətm eləyəm, bunu tozif edirəm. Bu, indi təvafuq ərz elədim, əgər 50%'dən aşağı oldu, 3 cürədir. Bir cürəsi budur ki, istəyəm yolun ərz eləyəm ha. Bir cürəsi budur ki, bu ki, indi təvafuq 50%'dən mütərəfdən, yəni xanıvada mütəzəzildir. Xanıvada cəhənnəmdir, mütəzəlzildir, mütəadildir də, mütəkamil ki, əsləndir. Kərimanadan da xəbər yoxdur. Bu 3 cürədir. Yadda saxlayın. Bir cürəsi budur ki, burada xanım günah başdandır və xanımdadır, vəli ağa səbr edir. Burada tələq-mələq mövzusu yoxdur. Burada az qədər dəstur vardır səbrə. Qudrət-i səbr, təhəmmülü var və dəstur da budur ki, burada səbr edir. Və tər savabı var, evi dağıtmır. Amma şərti nəzir edim də. İkinci haləti bunun bərəksidir. Nədir? Ağa, heç də nə tənhə kərimi, o da adam nəli. Budur deyək də. Bir adam ki, ağzını atır, hənnəmlə gəlir, hələ bəzi işlərdə vardı, deyir, neçildir, dişindən çıxan yamanı deyir, məsələn, ya xanımı vurur, ki, rivayətdə var, hələ vurmuyor, istəyə vurar cəhənnəmlə, nəqqi zəbanələ, kötəhiyyəcə 70 illə xazını cəhənnəmdən. Həzrət buyurdu, uşağı vurman, heyvanı vurarlar, uşağı tərbiyyət edirlər. Xanım uşaq, hələ o barədə söz soxdu, mən vəzifə razı danışmadım. Burada xanımada mütəzəzildir, ağa. Xanım amma xanımdır. Xanım kərimə xanımdır. Xanımda amma qudrət-i səbr var, əff var, quzəşt var, təğaful var, və istilah təhəmmül vardır. Bu da ikincisidir. Burada gərək, burada təlağa müncər olmuyor. Ağa odur, hənnəmlə gəldi, xanım da dözülür. Əlqələ quzarışatı ki, gəlir hər tərəfdən mənə deyirlər deyilən, mən istəyəm bu, hətta sizlər, o qədər namə var, evdə bir qunudur ha, qununun türkçüsü yanəm nə? Təlis. Baba, siz namələri əslən baxasınız, hələ Urumiyyədən və Şəhristanlardan gəlir, hələ bilir, günlərim riz məsail yazmış 3 səfər, 9 səfər kimin namə gəlir. İstəyim bunlara bir nişan verəm, televizyonlar eşidəndə baxalar. Biri mən nədir? Biri yazı var, məsələn, neçildir, əslən həmsərim fəqət səbr edirəm, adam nə? Zəh vurmuşdu, biri deyir, 40 ildir. Şuxu deyil. İcazə ver, mən kulluquyu eləyirdim.
neçə ildir şoxu da fəqət səbr. Dedim, sən eynən indi rivayətini dedim, bu gecə oxuyacağım. Bənzər o gün yazır. Bu eynən Asiyə kimdir? Bu Firona mübtəla olub. Bu gec səbr edir. Birdən görsəndə, birdən diyor da Peyğəmbərimiz də Quran hansı surəsində kiçik surələ deyir? Zərəbəllahu Peyğəmbər də və xanımı Nazır. Bəli? Həzrət Lut və kanət minəl qabirin. Bir də hansı Peyğəmbərdir xanımı xoş gəldi? Lut Peyğəmbər o birisi. Həzrəti baxın, Peyğəmbərin xanımı nabəhəncardır, dözür. Amma mən əlbəttə əmdən Peyğəmbərə də misal vurmuyor. Elə öz içimizdə vardır. Baxın, bu iki surətdə mən rivayətlərini oxuram. Səbr olacaqdır. Əgər 50% mütəvəffə. Bu xanıma da mütəzəzildir. Sübdən axşama əvvəl surətdə və istilah xanım nazırdır, kişi hissəki. Deyir, bir dənə ilan kimin zəhri var, dili acı arvad Allah nəsib eləyibdir, heç də qədri qanını bilmir ki, heç saat. Fəqət bir də bəladır, Allah yetirib biləmə. Amma təhəmmül edir. İkincisində də ağa və istilah, xanım təhəmmül edir. Təvəccüh buyuruz. Burada təlaq yeridədir. Səbr eləyəcək və az qaza rivayətlərdə dəstur var, səbrə qutuldu. Amma üçüncüsündə budur ki, çə ağa xoş deyil. Ya xanım xoş deyil, ya heç biri. O da. İndi burada qudrəti səbr də yoxdur. Qudrəti təhəmmül də yoxdur. Təqafül də yoxdur. Əff-i iğmaz da yoxdur. Burada, nəzr tərtib edən nəzm-i riyazi ilə deyirəm, burada bu üçüncü mavruddakı xanıvadə mütəzərzildir, 50% işradadır. Üçüncü mavrudun qeyrəzi təlaq arı yolu yoxdur. Bain ki, təlaq bilirsiniz ki, məbğuzdur, həlaldır. Amma həlal məbğuzdur. O həlali ki, xoş deyili, bizim fərhəng İslamda nə mənədir? Tapazəli kimin soğuşarlardır, nə mənədir? Afərin, təlaqdır. Təvəccüh buyurdunuz? Bu saatdır, bəli. Əhsən, o rivayəti və xatir qənaət edən bəxtə cəhət, ehtəzzəl ərş. Ərş lərziyə gələ təlaqdan. O qədər Allah ki, hələl eləyib odur azığı gələr, mərhəbən bu Hacı Allah biləyə səlamətlıq versin. Ciddən burada əslən ehtəzzəl ərşi rivayətdə vardır. Burada əgər hətta rivayətdə var, kişi, xanım duveliyə Allah mənim nəcat verir. 4 nəfərin xanım duası müstəcəb olmaz, bir də sənsən. Allah buyuran nəminə 4 nəfərdir, bir də budur. Deyən nəminə mənə öz bəxtiyin. Allahın ki, qəni günəhli aləmindir. Öz bəxtiyin niyə tələf eysən? Sən dünyaya 2 dəfə gəlməyəcəksən. İzdivasdakı hədəf dəyilir. İzdivaç da vəsilədir. Ki, tələq alcıqdən azasının yanlığına günə. Ələm təkun ərzullaha vasən. Ələm təkun ərzullaha vasən. Burada yeri tələqdir. Çünki səbri yoxdur, təhəmmül yoxdur. Burada duveləsin, yəqin bilsin ki, rivayətini oxumuram, qənaət edirəm, axır sədəsəmdə məcburən bunları ilə bunu tozif verəm. Orada gərək gedə, duası da müstəcəb olmasa və deməsin ki, İslam fitri dindir. Əslən məsələmədar, əqlmədar, fitrətmədar, tamamı yolları bir və bir deyibdir. Gördünüz, der həqiqət səbridə 4 cürə xanıvadə oldu. 3 cürəsi 50%-dən yuxarı, xub, təqaful, səbr, səthi payındədir. Amma pənd-i mütəzəzildə də 2 surətində ki, besilah, xanım təhəmmül edir, ağa yox, ya ağa təhəmmül edir, xanım yox, o da tələqa getməyəcəklər, səbrin səvabına yetişəcəklər. 4-cü olur, der həqiqət bu əsrdə gərək tələqa gedərlər. Ağrı yolu da yoxdur, dua edirсələr, tibqi rivayət dualarımız sıcaq dəyilir. Amma rivayətlərini oxumayın, ağrı sələvat-ı xətm eləyin. Baxın, əvvəldə o yerdəki 50%-dən şanı deyirik, əziyyəti ki, xanım kişi eləyə, nə qədər nəhy olub. Baharda da əksər bir rivayətlər oxuram, cildi sədisi, baharı özlər İran çapıdır, çünki bu axırı bahar Beyrut çapı ilə fərq edir. Məcburəm bunu deyəm. Baxın, hədisdə vardı ki, buyurdu İmam Sadiq Aleyhisselatü Vesselam, məl'unətun, məl'unətun, məl'undu, məl'undu. O xanım ki, tozi zovcuha, öz həmsərin əziyyət eləyə və təğummuhu, onu qəmgin eləyə, təkər eləyə, halın tuta
Hatta bir rivayet bakırdım, hislisti həmsənə baxsa Allah tufağın da olacaq ha. Görürsən gedib çeşme həmçeşme dünən dedim. Göğe qonşu odur, yoldaşı ödür. Bunun zindəganlığı həlaldan həmsəni cülüb acıq ha. Acıqdan gəlir o baxışıqda elə sözlər var bu baxışıqda. Əgər hislislə həmsənə baxsa, cəhənnəmin otu ilə bunun gözünü müalicə edəcəklər. Rivayətlər budur da. Haqqı yoxdur. Sən öz dünənki əsliyyətdən çıxmasın. Qərar oldu biz özümüzə zindəganlıq eləyək. Heç kəsin işimiz olmuyor. Əgər indi gəldi bunu qəmgin elədi. Buyurdu vay olsun məlundur. Məlun da Allah gör kimə lənət oxuyur. Və buyurdu Saidətun, xoşbəxtdir. O xanım idi, tökrimi zovcuha. Kəramət klası görüb, doğru amuzиш, kəramət, əxlaq-ı kərimanə bərxurd edir. Qəmqüssəni dağıdır. Ulqusu Əli və Fatimə əleyhüməssəlamdır. Əssəlam ilə ki, əvvələ məzlum. Atmacalar, nəqqədən. Axı, mən adres verirəm Mədinətül Müazizdə. Bildi, burada oxumamışam. Mədinətül Müazizdə Peyğəmbər bir dənə Məsihi Şəhrivəndin getdi itini. İndi deyəcəklər, bu nəmlə sözü sən deyirsən. Adres verirəm. Heyvanat-ı şuuru var. Gedin Doktor Jaron'un kitablarını okuyun, Morris Mitterling'in kitablarını okuyun. İndi zist-i-şinaslar aslında oğuzadır. Baba, sillollarda təqribən mədarbəstə sillollarda telepati vardır. Elm oraya kimi pişrəft edibdir. Hələ deyir, heyvanın şuuru yoxdur. Heyvan elə şuuru var ki, bizlərin peşurluğum bilir. Sure-i Nəmlidir, okuyun Sure-i Nəmli və hum da yaşurur. Məyazar muri ki, hamı bu şehri başadı maşallah. Kidan daradı o? Baba getdi onu bir dənə iti ki, bir nəfəri ki, besilah, bir nəfərin Peyğəmbərin məsələ gələni besilah həmlə edirdi, paltalarını yaralamışdı, paltalarını yırtırdı, getdi onu kəlbihirə şadında Peyğəmbər onu öldürə. İt dilə gəldi. İt dilə gəl dedi, ya Rasulallah, bu Həzrəti Əliyə atmacı atır, Həzrəti Əliyə nişdar söz deyir, Əlinin vilayətini biz qəbul eləmişik, şuxu deyil ha, ekidən bacı qardaş, mömin bacı qardaş məsciddə, televizyonda, adres verirəm kitabı Mədinətül Müaziz, dedi, ya Rasulallah, bu mən Əlidən nisçilim gəlir Əliyə, həmlə edirəm bunu yaralıram yuturam. Mən məşhuram, mən bunu bir aydan bu sözü əvəz eləməm ha, bu sözü deyirəm, vəzifəmdir. Adres də verirəm Mədinətül Müazizə baxın. Dedi, əssəlamu ki, ya Rasulallah. Onu deyəndən sonra nə tənha əshab Əlinin məqamına əmzəvətdə oldular, 80 neçə nəfər Məsihi şəhrivəndilərdən hamısı döndü şey oldu. Müsəlman oldu. Şuudədir, müsəlman oldu. Və qail mevləyətərindən qalib. Amma buyurur bəxti ki, evə vardı oldum, tənkəşifu ya ənlilğumum vəl-əhzan izarə eytu. Bəxti ki, Zəhranın qiyafəsinə baxırdım, tamamı qəm-qüssələm məndən ayrılırdı. Bir də rivayət yazmışam, oxumuram, çünki bilirəm, yetirəmməm ki, bir nəfər gəlib Peyğəmbər deyir, xanımım var, hələ məsum deyir ha. Vardı oluram, gəlir qabağıma salam verir, əlimdən şey alır, əllərimə su tökür, qışlağıma su tökür. Hey budur, paltar gətirir, şərbət gətirir, su gətirir. Həzrət buyurdu, o xanımın qədrin mülcünəni, Allahın nisf ədri şəhid o xanıma verəcək Allah. Xanım gərək evdə budur ola. Xanım gərək evdə budur ola. Buyurdu ki, ənin nəbi, Peyğəmbər buyurdu, hansı arvadı ki, azət zovcaha dili ilə ərin indidə. Allah onun nə həsənəsini qəbul elər, nə namazın qəbul elər, nə orucun qəbul elər, nə əməlin qəbul elər, məgər onun rizayətini elə gətirər. Əgər günüzlər də oruçlusu heçdir, budur mən rivayət oxuram və insamət nəharaha, nəharuha düzü nəharahadır. Və qamət gecələr ayıq qala, Allah yolunda yaxdı işlər görə və yaxdı atlar Allah fisəbilillah, Allah yolunu azad eləyə. O xanımi ki, bixud yerə həmsərin əziyyət elir, kanət əvvələ mən yədxulun nar. Əvvəl adamdır ki, cəhənnəmə budur arvadlar gedəcəklər. Evi ota çəkindir. Bəli. Bu birisi tərəfindən, indi gəldi ikinci mərhələyə.
Ağanın da İslam qabağını alıbdır ki, haqqı yoxdur xanımı əziyyət ediyor. Xalqın qızını al gətir, şəxsiyyət sənin ixtiyarından, niyazlar, xastalar, evdə ondan bədrəftarlıq edir, sənin haqqın yoxdur. Baxın, bizə iki tərəfi deyək də, bu tərəfi deyən nəsin xoşuyuz ya? Rəcəb bəndə var. İndi xanımlar, qulaq asın siz. Bəli, və kəzalikər rəculu izə kanə ləha zalimən. Əgər bir kişi xülasə edibəyət, əgər arvadına zalim ona əziyyət eləyən, nə ki namaz qıla, oruç tuta, sübhə kimi ibadət eləyə, günüzləri oruç tuta, nə Allah yolunda nəminə xəşdir, ehsan eləyə, infaq eləyə, Allah qəbul eləməyəcəkdir. Məgər bu xanımın rizayətin, ari rivayət və sübhə kiminlə yatsa Allah lənət eləyəcək Allahın məlakəli əvləsinə. Xanımı sən niyə narahat elədin, getdi rəxti qabda yatdı narahat? Evi budur eləmən, İslam göyünə də gözəldindir. Və darısında Həzrət buyurdu ki, İnnəllaha la yəğzılı bir şeyin ki qəzəbihilin nisa vəl-vildan. Allah hessada o cür hislənmə. Allahın hislənməyə bilsinlər. Əxəznahu əxzə əzizin muqtədir. Subu xuda səda nədarət, gərbi xurət dəva nədarət. Allahın dərmanı bevaxt dolananda dartar, bətər dartar. O cür ki evə həssasiyyəti var, o cür şey, ayrı şeylə o cür həssasiyyət yoxdur. O Allah, o kişi ki, o cür ki qəzəb elər, uşağa, qıza, oğlana, xanıma əziyyət eləyəsən, əziyyət eləyəsən, fişarda zindəganlıq eləyəsən, hessa da o cür Allah istənməz ki, o cür kişinin dədəsin yanına. Tufanla. İndi bir nəfər biliyor, mən nə dedi, hacı, nədir Allah tutar? Dedim, ustadımızdan bunu mən bir zaman soruşdum. Böyük Allahın tutmaqlığı mümin vardı, qardaş. Budur ki, adam dünyada ləzzət bilməz, məxsusən o qıldığı namazdan ləzzət aparmaz. Böyük Allahın tutmaqlığı budur. Zindiganlıqda ləzzət bilməz. Siz beşər ləzzət bu ləzzət hay heyvanıdır. Əsl ləzzət ləzzət-i mənəvidir, baba. Allah tutar ləzzət mənəvi tutar alır əlindən. İstər cəhənnəmdə zindiganlıq edir. Bu haqqı yoxdur. Amma o tərəfdə istəyir səbr eləyə, baxın. Xülasə edirəm, buyurdu, bəli. Əla, indi bir kişi səbr eləyə. Burada tələqa gəl səbr edə. Mən səbərə əla xulq imrətin səyyətin xulq. Xanımdır, dili ilanın zəhərindən acıdır. Amma kişi səbr edir. Kişi səbr edir. Təlaq vermir, dözür. Dedi, təlaq bu da səbirdir. Və rivayətdə də var, dəstur verib səbrə. Da rivayət çox tuğlanıdır, Buxarı dildi sədisəyə baxın, buyurdu, Allah şakirlərin səvabını verər və səvabını verəndən sonra Allah çox əcr verər dəfləsinə, fizə o ətahullahu səvabə şakir fil axirə, dünyada və axirə. Amma bu kişinin səbri. Amma bu tərəfdən də bəzi vaxt olur ki, xanım səbr edir, baxın, və mən səbərə, bəli, mən səbərə əla su'i xulqə zovzuha, ətaha misli səvabə asiyə. Əgər kişi, həmən o xanım ki, mənə namə yazmışı, təmasılmışı, deyir, neçə ildir məni vurur. Amma deyir, dözmüşəm. Dedim, rivayətdir. Əgər kişi bədəxlaqdır, xanım dözür, əmniyyət rəvanda olsun, bu rivayətləri eşitsin. Axır ərzimdir, bir dərə də axır məsələ budur ki, bu təqdir təşəkkür hamısı gərək bər mehbəri Xudavənd mütəal ola. Xudavənd mütəal özü buyurur, və min ayati ən xələqə ləkum min ənfusikum əzvadan litəskunu aleyhə. Allahın nişanələrindən budur ki, sizi qərar verib zovdi xanıvada təşrif verəsiniz. Bir ayın ayəsi də oxuram, ki, qusuldu da. Bəli. Və sizin içində məhəbbət, məvəddət, rəhmət qərar veribdir, ta ki, siz təfəkkür eləyəsiniz. Axırda məqsədi siz xanım ağalar ki, şərəf huzurunuz vardır və müdiriyyət möhtərəm məsciddən, hamıdan və müdiriyyət möhtərəm Sədasima və tamamı dəstəndərkaran müstəqimi ki, indi şərəf huzurları vardı, bu da zəft verirlər və püştü pərdə zəhmət çəkiblər. Hamıdan mən təqdir təşəkkür edirəm öz növbəmdə və əziz binəndələrdən də təşəkkür edirəm. Əgər nə mənə söz vardı, mənim dəri mədrəklə bilərdi demişəm. Onlarda eybi ilət yoxdur. Amma əgər eybi ilət olsa, mənim hesabıma qoyun, İslamın hesabına qoymayın. Sizlərdən də təqdir təşəkkür edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.